insanlarımız məndən yenə də üz məlhəmini, üz dərisini ağartmaq üçün və gözəlləşdirmək üçün məlhəm demişəm. Bu dəqiqə çox böyük bir TikTokda baxış var. 575 mini keçdi. Orada götürürsünüz 4 ədəd aspirin. Onu az miqdar suda həll edirsiniz. Üzərinə yarım limon şirəsini sıxırsınız. Sifətin quruluşuna ola bilər bir limon şirəsi və bir xörək qaşığı da yenə sifətin quruluşundan sonra 2 xörək qaşığı da ola bilər. Soda əlavə edirsiniz, qarışdırırsınız. Sonra onu üz nahiyənizə çəkirsiniz. 25 dəqiqədən sonra yuyursunuz. Yuyandan sonra yenə də götürürsünüz kətan jelesini. Kətan jelesini əlavə elə. İndi mən kətan jelesini hazırlanma qaydasında sizə deyəcəm. Kətan jelesini əlavə edirsiniz. Yenə soda. Qarışdırır, həll edirsiniz, çəkirsiniz üzünüzə. Üz daha təravətli, daha parlaq, daha gözəl olur. Təbii ki, mütləq birinci məlhəmi çəkəndən sonra. Jeleni hazırlamaq üçün nə etmək lazımdır? Görürsən, ondan sonra çoxlu yazırlar ki, hardan alaq, necə hazırlayaq. Kətan toxumunu suda saxlayanda qısa müddətdə həmin jeli alınır. Axşam qoyursan, səhər görürsən, jeli alındı. Ya olmadı, bir gün saxlayırsan.